icbari tibbi sığortanın deyim ki, ilk dövrlərdə pilot layihələri uğurlu olmuşdu. Yevlaxda, Mingəçevirdə bu layihələr uğurlu oldu. Ondan sonra o geniş yayılmağa məsləhət görüldü. Amma bu geniş yayılanda həmən pilot layihədə əldə elədikləri nailiyyətlər yaddan çıxdı. Bu da kadr məsələləri ilə bağlıdır. Çünki icbari sığortada çox ciddi qüsurlar var idi. Birinci qüsur odur ki, o hər bir Azərbaycan vətəndaşının harda müalicə almasından asılı olaraq bu onların məsrəflərini ödəyirdi, ödəmirdi. Məsəl üçün, dövlət sektorunda münasibət başqa idi, özəl sektorda münasibət başqa idi və bir növ, məsələn, güc strukturlarının hospitallarında da müalicə alanlar var, onlara münasibət başqadır. Ona görə bu fərqli münasibətlər, bunlar hamısı təbii ki, icbari tibbi sığortada korrupsiya hallarının formalaşmasına səbəb oldu. Onlar öz tanışlarına, öz yaxın adamlarına icbari tibbi sığortanın maliyyə dəstəyini göstərirdilər, lakin digər tibb müəssisələri bu yardımdan, bu sistemdən aralı qalırdı, təcrid olunurdu. Və göstərilən əməliyyat paketi də çox deməli, düzgün aparılmırdı. Elə əməliyyatlar vardı ki, onların qiymətləri həddindən artıq şişirdilmişdi, onlara yaxşı maliyyə dəstəyi göstərilirdi. Elə əməliyyatlar var idi ki, onlara az yardım göstərilirdi, ona görə də narazılıqlar yaranırdı. Və bunların təşkil olunmasında icbari tibbi sığorta heç vaxt kollegiallığı təmin edə bilməmişdi. Özləri otururdular, bir kruq adamlar, qeyri-peşəkar adamlar və özləri qərar verirdilər. Nə dünyanın praktikasından, nə də ki, Azərbaycanın görkəmli həkimlərinin praktikasından, məsləhətlərindən istifadə etmədən edirdilər. Ona görə də qeyri-kollegial bu münasibət burada konfliktlərin yaranmasında, əhalinin narazılığa salınmasında, hətta həkimlərin narazı qalmasına səbəb olur. Məsələn, bir misal deyim, Mədaltı vəzi başının xərçəngində məsrəflər çox böyükdür. Orada hardasa 5, 7, 10 min manat məsrəf ola bilər. İcbari tibbi sığortanın paketində onun qiyməti 2200. Qalan bunları kim verəcək? Bunlar qaranlıq qalmışdı. Amma elə əməliyyatlar vardı ki, məsələn, onları artıqlaması ilə ödəyir. Məsələn, də bir cərrahiyyə sahəsi. Məsələn, xolestektomi, laparotomi, xolestektomi artıqlaması ilə məsrəf ödənilir. Amma böyük əməliyyatlar qalır qıraqda. Qida borusunun plastikası, onkoloji məsələlər. Bunlar hamısı qıraqdan qalmışdı. Bunlara icbari tibbi sığortanın ayırdığı sığorta xərcləri onun 1/4-ni, 3/1-ni ancaq ödəyə bilirdi. Əlavə məsrəfləri məcbur edirlər ki, xəstə getsən ödə. Getsən ödə. Belə konflikt vəziyyətlər təbii icbari sığortanın bu cür işləməsi, bunlar hamısı xalqdan narazılıq yaratmışdı. Ümumiyyətlə, istər Səhiyyə Nazirliyi sistemində, istərsə də təbib sistemində kadr məsələlərində güclü axsamalar var. Məsələn, heç bir adı bilinməyən, heç bir xidməti olmayan, təsadüfi insanlar birdən-bir elə böyük vəzifələr aparı qoyulur ki, inanırım sizi ictimaiyyət uşaqa düşür. Özdə, məsələn, mən deyim ki, bir şey deyim ki, bütün dünyada cərrahiyyə sahəsində ən çox əməliyyat edən və ən böyük həcmli əməliyyat edən cərrahlar, o cümlə dünyada tanınmış cərrahlar hər yerdə direktor seçilir. Azərbaycanda elə deyil. Azərbaycanda çox samballı, nüfuzlu professorlar var. Təxminən deyərdim ki, 40 nəfər. Bu 40 nəfərin həmən müəssisənin direktoru bu 40 nəfərdən birini qoymazlar, heç vaxt. Gedirlər bir poliklinika, ucqar bir poliklinikada əvvəllər işdən çıxarılmış, belə işləyə bilməyən bir adamı oradan götürüb qoyurlar bu 40 nəfərin hamısına müdür. Niyə? Birinci, mənəviyyat alçaldıldı professorların. Yəni, bunlar direktor olmağa layiq deyilmişlər. İkincisi, bunların işləməsi üçün meydan verilmədi. Axı, bu savadsız, bu qeyri-peşəkar adam nə bilir? Bu əməliyyat zamanı bu cərrah hansı hissləri keçirdir? Bu əməliyyat zamanı bu hansı aparaturadan, hansı maddi-texniki təchizatdan asılıdır? Siz biləsiniz ki, hər bir böyük əməliyyatda hər bir həkim
əməliyyat eləyəndə öz xəstəsini risk altına qoyursa da, arxasında özü də düşür həmən riskin altına. Çünki artıq bunlar birləşiblər. 1 saat üçün, 10 saat üçün, 20 saat üçün. Bir Allah var, bir xəstə var, bir sənsən və sənin komandandır. Bu komandanın işini təşkil edən də bir naşı insandır. Gah işıq sönür, gah nəsə xarab olur, gah hansısa alət işləmir, gah nəsə gec gəldi, nəsə tez gəldi. Anestezioloji xidmətdən narazı qalırsan, operasyon blokun təchizatından narazı qalırsan, kimə deyəsən sözü? Bu naşı insana mı? O da ora müdür təyin edəndən elə oturur kabinetindən də çıxmır. Çünki çıxan kimi bilir ki, ona çoxlu suallar veriləcək. İclas da keçirməyə qorxur. İclası da keçirəndə özü çıxış edəndən sonra qaçır, gizlənib qoymur ki, məsələn, kimsə nəsə desin. Kollegiallıq pozulur. Bizim səhiyyə sistemini bugünə qoyan kollegiallığın olmamasıdır. Mən belə təklif edirəm ki, Səhiyyə Naziri və təbbin rəhbərləri də müəyyən qərar verəndə peşəkarları yığıb məsləhət eləməlidir. Necə ki, əvvəllər olurdu. Bunlar hamısı yaddan çıxırıb, kollegial idarə etmə yaddan çıxarılıbdır. Məsəl üçün, mən sizə bir söz deyim ki, ona görə də o dünya şöhrətli bizim cərrahlarımız, onlar təbibdən və səhiyyə müəssisələrinin klinikalarına getdilər. Biri mən. Niyə getdim? Çünki mənim cərrahiyyəm, dünya cərrahiyyəsi ilə tədris cərrahiyyə klinikasının səviyyəsi uyğun gəlmədi. Konflikt yaşandı. Mən bir 50 yerdən mənə təbəttər oldu, gəl burada işləyək, gəl burada. Mən seçdim Dövlət Sərhəd Xidməti Hospitalını. Mən gördüm ki, mənim cərrahiyyəm səviyyəsinə Dövlət Sərhəd Xidməti Hospitalı tabi olur. Aparaturalar var yox, 2 qat var. Peşəkar kadrlar var, anestezioloji xidmət var, reanimasiya xidməti var, laborator xidməti var, funksional diaqnostika var, kompüter tomoqrafiya ən müasir səviyyədə, MRT ən müasir səviyyədə, rejim var. Sistem işləyir. Yuxarıdan əmr gəlməsi lazım deyil. Sistem özünü idarə edir. Rəhbərlər, Dövlət Sərhəd Xidməti rəhbərləri işlə qurub ki, sistem özü işləyir artıq. Götürüb sən harasa zəng edib şikayət eləməyə mənası yoxdur. Tədris cərrahiyyə klinikasında bir şey olmadı, məcbur oldum, zəng edirdim direktora. Direktor da deyirdim, mənlik deyil. O birisi nəzərdə mənlik, kimlikdə. Burada biz müharibəyə girmişik. Burada bu xəstənin ölümünün qabağını almalıyıq. Biz ona sağaltmayıq. Qalırdıq orada aciz. Və o bizim üçün çox, xəstəmiz üçün və bizim üçün çox ağır nəticələr verir. Böyük cərrahiyyə uyğun məkan olmalıdır ki, böyük cərrahlar o məkanda öz qabiliyyətini göstərsinlər. Və bizim Azərbaycanda icra olunan əməliyyatlarla dünyada çıxış eləsinlər. Məsələn, mən mədəaltı vəzi cərrahiyyəsində əldə etdiyim nailiyyətlərlə Qazaxstanda Qazaxların 9-cu Beynəlxalq Konqresində çıxış elədim. Bütün dünyadan gəlmiş cərrahları şoka saldım. Yəni, qürur gətirdik də biz bu əməliyyatlarla. Dünyada özümüzü tanıdıq. Məsələn, Mübariz Əliyev gedib Almaniyada çıxış edir, Alman dilli ölkələrin konferansında çıxış edir. O Mübariz Əliyev kimi çıxış eləmir, Azərbaycanı təmsil edir. Sən burada mənə meydan ver, sən mənə bir şərait yarat, bu şəraitdə mən işləyim, elmi texniki tərəqqini artırım, elmdə yeniliklər edim, böyük əməliyyatım, geyim xaricdə çıxıb Azərbaycanı tanıdım da. Azərbaycan nüfuzlu bir dövrdə. Gör balaca bir şeydən nələr yanar. Bunlar hamısı kadr məsələlərin düzgün təşkil olunmamasıdır. Mənə deyir ki, məsəl üçün, səni göndərirəm filan bölgəyə direktor. Deyirəm, yaxşı, gedirəm. Amma bir şərtlə. Deyirəm, nə şərt? Deyirəm, mən orada əməliyyatlarımı eləyəcəm. Özə geniş maşrabda. Orada reanimasiyanı quracam. Yo. Sən əməliyyat eləməyəsən, xəstəyə baxmıyor. Sən ancaq rəhbərlik eləyəsən. Bu cür baxış var, bu cür kadrların bu cür baxışı. Bu qəbul olunmazdır. Niyə mənim kimi cərrah, ya başqası kimi cərraha, niyəsə bir naşı adam rəhbərlik eləməlidir? Məsələn, mən Amerikan təhsil almışam da, Chicago Universitetində. Orada belədir, kim yaxşı operasiya edirsə, onu qoyurlar prezident. Onu qoyurlar şöbələrin böyüyü. Almaniyada direktor deyirlər. Deməli, sən elədiyin əməliyyatları video çəkirsən, dərc elədiyin əsərlərin sokunu tutursan, göndərirsən Berlinə. Berlin ona baxır, deyir səni göndərirəm Münxenə direktor. Sən direktor oturub da burada işə xadimə götürürsən, onun ərizəsinə qol çəkmirsən,
orada nə bilim hesabın nə qədər məsələ var. Onu sən müavinlərin həll edir onları. Sən ancaq elmlə, praktika ilə, əməliyyatlarla məşğul olursan. Başqa şeylərlə sənin müavinlərin məşğul olmalıdır. Yəni mən demək istəyirəm ki, direktor ən çox xəstəsi olan, ən yüksək sayədə biliyi olan və bilavasitə xəstələrlə məşğul adam olmalıdır. Bütün o arayışlar, onlar hamısı onun özünün seçdiyi müavinlər ona aparmalıdır. Yüksək balla tibb təhsili müəssisələrinə daxil olan gəncləri yaxşı öyrədə bilmirik. Kadrları yaxşı hazırlaya bilmirik. Birinci tələbkarlıq yoxdur. Onların hamısını buraxmışıq kompüterin ixtiyarına. Kompüterdə testdə gedir, testi verir, hamısı da 10 alır. 10 ballıq şkala ilə 10 alır. Heç kalan yoxdur. Belə təhsil olmaz. Bilirsiniz, həkimlik sənəti belədir ki, bu daşla, dəmirlə işləmir, bu canlı insanla işləyir, onunla söhbət eləməlidir. Bunun söhbət eləmək qabiliyyəti yoxdur. Bunun deontologiyası yoxdur. Bu gərək öz fikrini ifadə eləyə bilsin. Necə ki, xəstənin diaqnozu qoyandan sonra o diaqnozunu başa necə salır, onu kompüterlə başa sala bilməz o. Ona görə də bütün dünyada belə bir taktika var. Tibb xidmətində hamı tədris tutarandan sonra gəlir müəlliminə imtahan verir. Əgər sən kompüter sistemi ilə hardasa rüşvətxorluğa qarşı güya mübarizə aparırsan, o ideyanı ortaya qoysa düzgün deyil. Sən yəni o boyda universitetlərdə bir dənə 5 nəfər, 10 nəfər savadlı, peşəkar, düzgün adam tapa bilmirsən, yəni sən o boyda universitetində elə bir adam yoxdur ki, düzgün imtahan götürsün, obyektiv olsun. Bax, nəyə görə? Məsələn, Selçuk Universitetinin Bakı filialında tələbələr hamısı hazırlaşır, bilirlər ki, orada peşəkar adamlar onlarda imtahan götürəcəklər. Gecə-gündüz oxuyurlar. Niyə Moskvadan İvan gəlməlidir, onlar da imtahan götürməlidir? Bizim özümüzün İvanımız yoxdur orada. Yəni o səviyyədə demək istəyirəm ki, bir həkim yoxdur ki, gəlsin onunla imtahan götürür. Biz tələbədən tələbkarlığı azaltmışıq. Tələbədə savadsızlıq var. 3-cü kursa dərs deyirəm, ultrabənövşəyə şüa nədir, bunlar bilmir. Deyirəm, ultrasəs müayinəsi nədir, bunlar bilmir. Deyirəm, rentgen nədir, bunlar bilmir. Deyirəm, lazer nədir, bunlar bilmir. Bunlar bunun fizikasını, hələ başqa şeyləri demirəm. Bunlar bunun fizikasını bilməyə. Mən onlardan nətər rentgen müayinədən, ultrasəs müayinəsindən, kompüter tomoqrafiyadan, MRT-dən, lazer əməliyyatlarından, invaziv cərrahiyyədən bunlar danışım. Bunlar qırmızı işığa lazer deyirlər. Təsəvvür edirsiniz? Bunlar laparoskopik, torakoskopik əməliyyatlara lazer deyirlər. Və görürlər, imtihanda da onu alırlar. Mən onlardan imtihan götürmürəm. Hələ sağ olsun ki, 100 nəfəri yığıb otuzdururam orada. Onlar sağ olsunlar, mənə qulaq asırlar. Çünki mən maraqlı mühazirə oxuyuram. Hansı ki, onlar mənim qabağımda heç bir məsuliyyətləri yoxdur. Və mən onları heç eləyə bilməzdim. Çünki onların sözü professorun sözündən daha yaxşı keçir. Tələbə narazıdır, pajar oldu. Professoru cəzalandırın. Bir dənə tələbə narazıdır. Tələbə narazı qalar müəllim pistəs keçəndə. Tələbə narazı qalar qiymətində. Komissiya təşkil edirsən, görər ki, müəllim düzgündür. Müəllimin arxasında duran tibb təhsili, ali tibb təhsili sistemində müəllimin arxasında duran adam yoxdur. Ona görə müəllimdə də laqeydlik yaranır. Deyirək, oxuyur, oxusun, oxumur, oxumaz. Onsuz da mənim fikrimi soruşan yoxdur. Gedəcək kompüterdə 10 alacaq. Belə olmaz. Fərqli münasibət var. Məsələn, sağ olsun möhtərəm prezidentimizin əmri ilə Qarabağ Universiteti yanında tibb fakültəsi açıldı. Mən oranı gördüm. Həqiqətən də savadlı kadrları yığıblar Xankəndiyə. Yaxşı maaş verirlər, gözəl maaş. Məsələn, tibb universitetinin professorunun aldığı maaşdan orada assistent kabinetdə 3 dəfə çox maaş alır. Ev veriblər. Təmiz hava şərait, uşaqlar hamısı oxumaq həvəsi ilə gəliblər və hamısı müəllimin qabağında imtahan verirlər. Bazada qurulur, dövlət vəsaiti ayrılır və yaxşı ki, həmən universitet Elm və Təhsil Nazirliyinə tabidir. Səhiyyə Nazirliyinə tabidir. Yaxşı ki, çünki onlar işi qura biliblər. Naxçıvan Universiteti gözəl qurub işi.
Məsələn, Naxçıvan Dövlət Universiteti təsəvvür edin ki, tibb fakültəsinin hazırlığı kadrlar çox yüksək keyfiyyətli kadrlardır. Çox gözəl Seçenobada Universitetinin Bakı filialı. Çox gözəl. Mən özüm Moskvada Seçenobada 1-ci Moskva Tibb İnstitutunun aspirantı olmuşam, müdafiə eləmişəm, orada işləmişəm, dərs demişəm. Yəni bu universitetlə mən tələbədə dünyada tanınmışdır. Onun burada filialın açılması, yaxşı ki, ora açıldı və kadrları yetişdirildi. Yaxşı ki, Türkiyəyə gəlib oxuyub gəlirlər. Yoxsa iş qalsa, indiki Azərbaycanın ali tibb müəssisələrində tədris yoxdur. Biz gənc, cavan, böyük arzularla yaşayan, ambisiyalı, gözəl uşaqlarımızı 6 il ərzində kör eləyib atırıq küçüyə. Atırıq küçüyə. Onlar bir də başlayırlar bir də oxumağa. 1 il, 2 il hazırlayıb ciddi rejimlə, onların da bəzən hazırlayıb gedirlər ya Almaniyada, ya Türkiyədə, ya Amerikada, ya Fransada başlayırlar bir də oxumağa. Yəni 6 il batdı da, çünki biz onlara tələbkarlıq eləmədik. Biz onların təhsil sistemini boğuluq, biz onlardan söhbət eləməyə vaxt tapmırıq, imkan vermirlər. Onlar gəlsinlər, bizə bir imtahan versinlər, biz də o bəzi bilmədikləri şeyləri onlara başa salaq. Yoxdur belə bir şey. Hər şey aparaturanın başına bıraxıblar. Maddi texniki təchizat sıfır. Məsəl üçün, o mulyajlara ilə baxanda, məsələn, görürsən ki, səviyyə hardadır. Məsələn, Qarabağ Universitetinin təchizatı ilə 100 nəfər bıraxır ildə, bizdə 1200. Oranın təchizatı ilə bizim təchizata bir dənə baxasınız, fərqini hiss eləyərsiniz. Yəni, bu işi təşkil eləmək lazımdır. Bu, bizim uşaqlar hər il 1200 tələbə ki, girir bu universitetə, yazıqdırlar. Biz bunların 6 ilin ən gözəl çağlarını əlindən alırıq, ondan sonra atırıq küçüyə. Və bunlar da gedir orada, burada təbibdə bir yer tapıb savadsız həkim kimi işləyir. İçində bunun qaymaqları da var da, Ruslar deyir, slivki общества. Bunlar amma gedirlər, ondan sonra ağılları başlarına gəlir, oxuyurlar, gedirlər Almaniyada məşhur bir mütəxəssis olurlar. Ona görə tibb kadrlarının hazırlanmasında çox böyük qüsurlar var. Sistem dəyişilməlidir, yenidən qurulmalıdır və kollegiallıq itibdir. Kollegial olmalıdır hamısı. İnkişaf edilmiş ölkələrdə istənilən sahədə tez-tez islahatlar aparılır. Məsələn, tibb sahəsində mən danışım Amerikada vəziyyətdən. Mən Amerikada 2009-cu ildə təhsil almışam. Səhiyyənin təşkili və ekspertizası üzrə. Kapitolidə mənə diplom verirlər. Kapitolidə, bu hansısa nüfuzlu universitet deyil. Bu Ağ Evdən sonra Amerika Birləşmiş Ştatlarının ikinci böyük bir iqamətgahıdır. Orada mənə diplom verirlər və deyirlər ki, sən dünyanın tanıdığı səhiyyə təşkilatçısan və səhiyyə ekspertsən. O diplomda 60 Amerikanın baxanda olmadı. Orada deməli məsələ nə yerdədir? Onlar islahat apardılar. 1961-ci ildə Prezident Johnsonun vaxtında onlar islahat apardılar. Medicare və Medicaid təşkilatları yaratdılar. Nədir bu? Sığortanın ödəmədiyi tibbi xidmətin haqqını bunlar başladılar ödəməyə. Məsələn, elə əhali qrupları var idi ki, onların tibbi xidmətini sığorta ödəmirdi və orada da bütün xəstəxanalar hamısı özəldir. Onda narazılıq yaranırdı, hamısı borclar yığılırdı, bu xəstəxananın pulunu vermirdilər. Bu təşkilatı yaratdılar, bunlar ödəyirlər. Sənin sığortan yoxdur, Medicare ödəyəcək, Medicaid təşkilatı ödəyəcək. Çox nadir hallarda, əgər onlar da ödəməsə, Səhiyyə Nazirliyinin bir büdcəsi var, oradan ödənilir. Yəni, bu özəl xəstəxanaların göstərdiyi tibbi xidmətin pulu hansı yolla da olsa ödənilir. Bizdə sağ olsun, Heydər Əliyev fondu var, onlar ödəyirlər. Özü mən sizə deyim ki, o təbibin ödədiyi puldan da yaxşı pul verirlər. Həm klinikaya, həm həkimə. Siz islahat aparılmalı, bir sistem qurulmalıdır ki, bu sistemlə biz cəmaatı narazı salmayaq. Məsələn, bu təbibi bəyənmir xəstə, getdi bir özəl xəstəxanada özünü etibar elədiyi həkimin yanına da. O hansı ki, bunu səhiyyə haqqında qanunu var. Orada yazılıb ki, hər bir vətəndaşın öz həkimini seçmə hüququ var. Mən seçmişəm özəl xəstəxanada birini. Niyə görə pullu olmalı? Mən əməliyyat elədiyim hər bir xəstənin sığortası var. Onun o sığortaya verdiyi pullar hara getdi? Dövlətin onun üçün ayırdığı para hara getdi? Nəyə görə o ödənməməli? Ona görə islahat lazımdır.
Bax, 61-ci ildə Prezident Johnsonun vaxtında bu islahat verildi. Sonra Obama verdi bu islahatı 2012-ci ildə. 2012-ci ildə böyük bir islahat oldu. Bu islahatlar nəyin hesabına oldu? Birinci, səhiyyə sistemində olan tibbi təchizat bahalaşdı, tibbi xidmət bahalaşdı və bu maliyyə müəssisələri bunu ödəyə bilmədilər. Böyük islahatlar oldu, kadrlar dəyişikliyi oldu və bu islahat bunu yerinə qoydu. İndi yeni islahatlara hazırlaşırlar. Bizdə nə vaxt islahat olub? Heç vaxt. Bizdə islahat aparılmır. Bir 4-5 il bundan qabaq möhtərəm prezidentə mən məktub yazdım ki, Azərbaycan səhiyyə sistemində böyük islahatlar lazımdır. Orada bəyənildi və o məktub göndərildi səhiyyə sisteminə baxılmaq üçün. Nazir dedi, mənim vaxtım yoxdur. Mənim nazir müavini, ikisi də rəhmətə gedib, Allah ikisini də rəhmət eləsin. Biz də onlar səriştəs adamlar olsalar da rəhmətə gedib də. Məni çağırdı, 3 saat mənimlə söhbət elədi. Söhbətin məzmunu bu oldu ki, niyə möhtərəm prezidenti narahat eləmirsən? İslahatı neyinirsən? Gedib işinlə, gücünlə məşğul ola bilmirsən. Biz də burada başımızda giririk də. Sənə islahat lazımdır. Nə bilim, belə, elə. Bizdən nə istəyirsən, sənə verək, bu islahat sözünü dilimə gətirmə. Sən əməkdar elm xadimi ol, sən əməkdar həkim ol, amma islahat sözünü dilimə gətirmə. Dedim, mənə heç nə lazımdır. Mən islahat tələb edirəm. Bir neçə də çıxışlarımda islahat demişəm və mən gözləyirəm ki, Azərbaycan səhiyyə sistemində ağıllı adamlar yığışacaqlar, islahat aparılacaq və islahata rəhbərlik edən bu komissiyada bax, bizim çox savadlı həkimlərimiz var. Peşəkar adamlar yığışmalıdır, islahat proqramı hazırlamalıdır, onu prezidentə təqdim eləməlidirlər, bu məsələ baxmalıdır və Azərbaycan səhiyyə sistemində güclü islahat aparılmalıdır. Yoxsa bu islahat aparılmasa nə təbib işləyəcək, nə səhiyyə sistemi işləyəcək. Hələ yaxşı ki, müəyyən səlahiyyətləri alıb verdilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Mən elə gəlir ki, elə Səhiyyə Nazirliyində bağlayıb, onu vermək lazımdır o nazirliyə. Bizim Musa Nağıyev xəstəxanasını, bu boyda xəstəxananı götürdülər, bağladılar. Orada onun tarixi var. 20 yanvar, 1-ci Qarabağ müharibəsi, Xocalı, orada nə qədər insanlar çapadı. Böyük Vətən müharibəsində Topçubaşov orada işləyib. Musa Nağıyev onu kim xalq üçün? Onu götürdülər xəstəxanadan, bağladılar, elədilər onu Səhiyyə Nazirliyi. Heç bir belə xidmət olmayanlar götürür ki, böyük bir kabinet verirlər, böyük bir meydan verirlər. Nəyə lazımdır bu qədər xərc? Getsinlər Səhiyyə Nazirliyinə bir dənə balaca ev tiksinlər, oranı qaytarsınlar, islahat. Qaytarsınlar, versinlər tibb müəssisəsinə, versinlər Azərbaycan Tibb Universitetinə baza kimi. Qoy bunun bazası olsa, bütün kafedrada yığılırlar, dürtüblər bir binaya. Tərpənməyə yer yoxdur, liftə minə bilmirsən. Burada xəstə yatır, burada sarğı otağıdır, burada dərs keçirlər, orada mühazirə oxuyurlar. Özdə biz danışırıq aseptikadan, antiseptikadan. Hansı aseptikadan, antiseptikadan danışa bilərsən? Tələbə də deyir ki, ay müəllim, ay professor, ay qurbanım. Bax, burada mühazirə gedir. Orada xəstə sarğı olunur, orada da dərs keçir, orada xəstə yatır. Ona görə də islahatlar lazımdır. İslahatlar elmin, səhiyyənin inkişafına xidmət edəcəklər. Azərbaycanda tibb elminin təşkilində də çox ciddi qüsurlar var. Birincisi, elmdən xəbər olmayan adamlar elmə rəhbərlik edəndə bax, bugünkü vəziyyət yaranır. Mən Chicago Universitetindən bir də danışmaq istəyirəm. Deməli, mən Chicago Universitetində olanda soruşdum ki, bu universitet klinikası universitetə tabedir, dedi yox. Bu özəl bir xəstəxanadır, sadəcə biz universitetlə müqavilə bağlamışıq və olmuşuq universitet klinikası. Deyirəm, o sizə nə verir? Deyir, birincisi bizə nüfuz verir, biz universitet klinikasıyıq, bir. İkincisi, bizim orada işləyən həkimlər universitetdə dərs deyir. Universitet dərs dedikdən gələ bu maaş alırlar. İkinci, universitetin tələbələri burada bizim klinikada dərs keçdikləri gəl, universitet bizə pul ödəyir. Dördüncüsü, biz elmlə məşğul oluruq və elmdən daha çox para qazanırıq. Və bu bizim işçilərin əmək haqqını güclü artırır, klinikanın gəlirlərini artırır. Bizdə elə şey yoxdur. Bizdə universitetin klinikası, universitetin tələbələri gəlir orada dərs keçir
və bütün xərcləri klinik ödəyir. Ona görə də klinik özünün işini ala bilmir. Ancaq borcun içində boğulur. Ona görə də elmli həm onu bilirsiniz, həm maddi vəsaitin çatılmazlığından, material texniki bazanın olmasından, eksperimental laboratoriyanın olmamasından bunlar qaynaqlanır. Məsələn, mən öz elmimin laboratoriyasını təşkil etmişəm Dövlət Sərhəd Xidməti Hospitalında. Bunu tibb universitetində mən təşkil edə bilmədim. Çünki orada şərait var, baza var. Elmin inkişafı üçün müəyyən bir, bilirsiniz, maraqlı insanlar var. Burada elmə qiymət verən adamlar var. Amma səhiyyə sisteminə tabe olan müəssisələrdə və təbibdə elmlə maraqlanan yoxdur və elmi işlərlə məşğul olan kadrlara qiymət verən yoxdur. Və ona görə də elm laxlayır. Ancaq biz elə bunun işlərini elə götürürük, yalandan öz adımıza yazırıq, plagiatlıqla məşğuluq. Mən prezident yanında Ali Atestasiya Komissiyasının ekspert şurasının üzvüyəm. Mən görürəm də yerlərdən nə cür işlər gəlir. Mən yaxşı ki, Ali Atestasiya Komissiyası var, onların qabağını alır. Heç bir elmi yenilik olmayan əsərlər gəlir ora. Məsələn, yazır ki, öz kisəsi xəstəliklərində immun sistemdə gedən dəyişikliklər. Bəs burada deməli, dünyada bu sahədə elmi axtarışlar aparılmır. Dünya alimləri heç orada axtarış aparmaq istəmirlər. Bu birinci aparır. Yəni, bilirsiniz, heç kimə lazım olmayan bir elm sahəsindən bir dənə kitab yazır, doldurur, gətirir, verir. Təbii Ali Atestasiya Komissiyası bunu buraxmaz. Çünki orada oturan ekspertlər savadlıdırlar. Orada çox ciddi rejim var, obyektivlik var. Yəni, yerlərdən gələn dissertasiyalar, namizədlik dissertasiyası, doktorlar dissertasiyası çox zəifdir. Yüzündən biri orada güclü ola bilər, layiqli ola bilər. Ona görə də belə elm ola bilməz. Biz ancaq elə bunun kitablarını oxuyuruq. Məsəl üçün, Amerikanın, Almaniyanın kitablarına bax, Azərbaycan kitablarına bax. Azərbaycan kitablarında, dərslik kitablarında nə qədər deyirsən söz yığını, amma şəkil yoxdur. İllüstrasiya yoxdur. Özdə, məsələn, ümumi cərrahiyyədən dərslik, tələbəyə lazım olmayan informasiyalar verilir ora. Bugün süni intellekt inkişaf edir, bugün laparoskopik cərrahiyyə var, bugün az invaziv cərrahiyyə var, bugün endoskopik müayinələr. Bu haqda cərrahiyyə dərsliklərində heç bir informasiya yoxdur. Yığışdıq Minskdə, Belarusiyanın güclü cərrahları, Rusiyanın bir də mən. Yığışdıq, bir dənə qəşəng dərslik yazdıq. Cərrahiyyədən dərslik yazdıq. Gözəl illüstrasiyon, gözəl dərslik. Belarusiyada ondan dərs keçirlər, Rusiyada dərs keçirlər, Azərbaycan onu qəbul eləmədi. O qədər məndən kağız istədi ki, o qədər məni bürokratik aparatlara saldı ki, ağrıdım bala, istəmirəm. Elə o gətirdiyim orada mənə payıma düşən kitabları da elə burada payladım ki, gedin oxuyun. Amma onu salmadılar nomenklaturaya. Salmadılar ki, onu dərslik kimi qəbul eləmək, o hansı ki testlərə düşsün, hansı ki biletlərə düşsün, hansı ki müəyyən səviyyədə misal gətirilsin, onu salmadılar. Halbuki böyük bir dünyanın 3 ölkəsinin deməli ən böyük cərrahların yazdığı kitabı idi. Çox böyük qüsurlar var. Elmlər Akademiyasındakı yatıbdır, belə şeylərə fikir vermir. Ona görə də cərrahiyyə və ümumiyyətlə tibb elminin inkişafı sıfır. Səhiyyə Nazirliyi də bundan məşğul olmur. Təbii də deyir ki, mənim işim deyil, mənim səlahiyyətim deyil. Elə qalıb belə kör təbii inkişaf edən bir şeydir. Bir şeydən faktdır. Mən Şərqi Avropanın ən nüfuzlu cərrahiyyə jurnalının baş redaktoruyam, xaricdə çap olunur. Mən Azərbaycanda heç bir jurnalın redaksiya heyətinin üzvüyəm. Təsəvvür edirsiniz, biabırçılıqdır. Burada da yenə, bilirsiniz, yerbazlıq, dostbazlıq, nə bilim o, bizə qruplar yığışırlar, müəyyən bir şeylə bir jurnal bıraxırlar, öz yaxın adamların yığırlara, oxuyursan içində işini yoxdur. Ona görə də elm sahəsində çox böyük reformlar aparılmalıdır.
gənc tibb qadınların xaricə axını normal bir vəziyyət kimi qəbul olunmalıdır. Amma mən sizə bir dənə söz deyim. Yaxşı gənc Türkiyədə yaxşı gənc qadınlar ən böyük arzusu Almaniyada işləmək. Almaniyada olan yaxşı tibb qadınların ən böyük arzusu Amerikada işləməkdir. Çinin, Hindistanın ən yaxşı tibb qadınların ən böyük arzusu Amerikada işləməkdir. Yəni bu həqiqətdir, bu gerçəklikdir. Sən bunu belə ignora qoya bilməzsən. Niyə ora getmək istəyirlər? Çünki bu çox savadlı insanlar üçün böyük meydan lazımdır. Böyük maddi texniki təchizat lazımdır, vəsait lazımdır. Ora maliyyələşməlidir, orada gözəl yaşamalıdır, onun istirahəti üçün, ağır işdən sonra istirahət üçün yüksək şərait yaradılmalıdır. Bunlar Amerika təşkil edir. İkinci Almaniya təşkil edir. Üçüncü Türkiyə təşkil edir, dördüncü biz. Niyə də getməsinlər? Bu yaxşı haldır. Amma burada bir şeyi də nəzərdən çıxardırlar ki, onlar ora gedəndə artıq orada bir məktəb yaradırlar. Onlar imkan yaradırlar, Azərbaycandan da kadrlar gedir, orada oxuyur, öyrənir, qayıdır Azərbaycana və Azərbaycana xeyir verir. Azərbaycan elmini inkişaf elətdirirlər. Məsələn, Almaniyanın Lübeck şəhərində mən tez-tez gedirəm, orada mənim çox gözəl dostlarım var. Orada bir Grigori Lapşin var, Ukraynalıdır, gəlmişdi ora, Tobias Kek klinikanın direktorudur, o onu işə götürüb, o orada böyük işlər görür. Bütün Ukraynadan gələn bütün kadrların hamısını orada yerləşdirir, onların hazırlanmasını təmin edir. Almaniyadan briqada təşkil edib gedirlər, onlar Ukraynada xəstələrə tibbi yardım göstərirlər. Onlar avadanlıqlar göndərirlər Ukraynaya. Yəni bu cür gənclərin bu ölkələrə getməsi normal sayılır. Türkiyənin sistemi yoxdur, Almanların sistemini götürüblər. Bizim də məmurlar özlərindən gecə yatırlar, elə bilər Mendeleyevdilər. Axşam yatırlar, səhər durub bir ideya gəlir beyinlərinə, bir dənə başqa bir yaramaz bir sistem yaradırlar. O sistemi, hazır sistemi götürdülər Türkiyədən. Hazır sistemi götür Almaniyadan. Bunları bizim o gənclər var, yəni biz xaricə axın deyirik biz. Biz buna sevinməliyik. Hər bir gəncimiz, hər bir ölkədə işləyirsə, o Azərbaycan bayrağını qaldırır göyə. O öz eyvanında Azərbaycan bayrağını asır. O hara gedirsə, deyir, mən Azərbaycanlıyam. Mənim Kanadada yaşayan tələbəm var, professor. Mənim Amerikada yaşayan, işləyən tələbəm var, professor. Mənim Almaniyada professor, dosen, güclü cərrahlar var. Məsələn, Almaniya universitetlərində olan professor hansı ki, mən bilavasitə onlarla dostluq edirəm. Onlar bilirsiniz nə qədər razılıq edirlər Azərbaycanlı tələbələrdən. Çox razılıq edirlər. Azərbaycanlı həkimlərdən çox razılıq. Onlar Almanlardan da üstündür. Balkan ölkələrindən gələn mütəxəssislərdən üstündür. Slavyan ölkələrindən gələn mütəxəssislərdən üstündür. Çünki bizim Azərbaycanlı tələbələrdə millilik var, qürur var, əməksevərlik var. Onlar orada bizim başımızı uca eləyirlər. Yəni onun qarşısını almayın. Və onlar orada məktəb yaradıb sonra Azərbaycana kömək eləyirlər. Necə ki, Çinin elmi nəyin hesabına inkişaf elədi? Çinin bütün savadlı adamları getdi Amerikaya. Amerikada işlədilər, məktəb qurdular, yaratdılar. Ondan sonra bir-bir yaratdığı kadrları göndərdilər Çinə və Çin inkişaf elədi. Hindistan da onun kimi. Yəni bunu qlobal baxmaq lazımdır. Bizim hər bir Azərbaycanlı gəncimiz əgər xarici ölkəyə, özü nüfuzlu xarici ölkəyə gedirsə, orada atsan qazanırsa, Azərbaycana hörmət qazanırsa, bunu alqışlamaq lazımdır və buna geniş yol açmaq lazımdır. Məsələn, bizim Fransada da gözəl mütəxəssislərimiz var. Onlar hamısı Azərbaycana başıcalıq gəlir. Ona görə də belə bir meyilliliyi negativ qəbul eləməyin. Belə işlərə dünya praktikasında rast gələn belə işlərə müsbət baxmaq lazımdır.